Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Nərmin canlı yayım zamanı Elnurla birlikdə çimməyə getdiklərini izləyiciləri ilə bölüşüb. Canlı yayımda onların səmimi söhbətləri və əyləncəli anları diqqət çəkib. Görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb. Həmin görüntüləri təqdim edirik. Baş üstə. O da mənim gözüm üstə. Olsa işimin, peşəmin adı nədir ki, eşşək kimi işləyib sizə alıb qulluq eləmək. Nə yaxşı aldı Elnur səni. Hə, bacı neyniyib də bacı alırdı o vaxtları. Bacımdan qabaq məni gördü. Ay bala, nə ağarsınız kuxnada? Vurğunuyam dağ dərəni, gördüyüm hər mənzərəni, qarşısında pəncərəni. Kuşlar geçin. Dəyərli və əziz həyat yoldaşım. Elim əyildi, Qurana and olsun. İnsan evladı nə qədər işləyər. Zamanam, canımın qədrini bilmirəm. Qoy biraz yaşlaşım, onu da deyəcəm ki, ağzım tökülsün. Yazacaqlar, tavaların altı niyə elədi? Biz ocaqda pişiririk, qazda pişirmirik yemək. Ocaqda, müştərilərimiz özləri deyirlər, qara tavada bizə cığırtma ver. Elnur! Gəl. İç sahibi, həyat yoldaşım, dəyərli yoldaşım, dəyərli və əziz yoldaşım. Qızlar, öpürəm sizi. Özünüzə yaxşı baxın. Allah'a əmanət olun. Qaçım həyətbaca yoldaşımı çimizdirin. Öpürəm sizi. Var olun. Ay qız, bir də sonuncu dəfə 3500 nəfərsiniz. Mənə takibatın çıxın. Az başa bax, paltar üst şotkasına oxşayır. Qızlar, bir dənə bağlama. Elnura baxasan, çimizdirdiyim yerdə. Kuxnada çimizdirirəm ərimi. Yox, ay qız, mən evdə hamam tuvaletim var. Pitmiyutka qoşmuşam. Aman Allahım. Bu kimdir? Allah. Bu kimdir belə?